Bu məsələ Apple-ı utandırmalıdır. S23-dən bəri FE seriyalarında buxar kamerası var. Lakin Apple hələ bu il 17 Pro və Pro Max modellərinə buxar kamerası qoymağı ağlına gətirib. Bilmirəm, bəlkə də prosesor çox güclüdür deyə bunu indi ediblər, amma ki məncə çoxdan eləməli idilər. Mən Nurlan Qurbanov, sizi Samsungun ən son FE seriyası olan Samsung S25 FE ilə salamlayıram. Mənə dəstək olmaq üçün kanalıma abunə ola bilərsiniz. Fikirlərinizi və şərhləri gözləyəcəm. Siz kanalıma abunə olun, mən isə video başlayıram. Əlimdə gördüyünüz bu smartfon Samsungun büdcəli S seriyasıdır deyə bilərəm. Qiyməti yetərincə yüksəkdir, lakin S seriyasında büdcəli bir smartfondur. Samsung S25 FE, yəni Fan Edition, Samsung öz pərəstişkarları üçün S seriyasında S25, S25 Plus, S25 Ultra almağa maddi imkanı əl verməyənlər üçün belə bir FE Edition çıxarıb. Elə FE özü Edition'dur. Yəni ilk olaraq ənənəyə sadiq qalıb qutu açılışına keçək. Mən inanıram ki, siz o mistik səslər üçün darıxmısınız. Və qutunu açırıq. Yavaş-yavaş ehmalından. Artıq mən qutunun bir tərəfini açmışam deyə. Qutunu açarkən qarşıma gözəl rəngli bir arxa panel çıxır. Doğrudan da rəngi çox gözəldir. Belə işığa tərəf deyirəm ki, düzdür, biraz barmaq izi ləkələri var. Hələ telefonu indi çıxartmışam, artıq barmaq izi ləkələri düşməyə vaxt tapıbdır. Gəlin qutunun içində baxaq əlavə nələr var. Qutunun içində belə bir kiçik qutucuq çıxır. Bu niyə çıxmır buradan? Kiçik qutucuq çıxır. İçində də bu qutucuğun nə var? Təbii ki, o hər kəsə lazım olan məlumat kitabçası, daha doğrusu məlumat belə deyək, vərəqləri. Burada isə səhv etmirəmsə, artıq USB naqil də olmalıdır. Hər iki tərəfi Type-C olan bir USB naqil var. Buradan əla görsənir. Burada da bir ədəd SIM yuvasını açmaq üçün iynə mövcuddur və gördüyünüz kimi telefon SIM yuvası olsa da telefonumuz, smartfonumuz daha doğrusu eSIM-i də dəstəkləyir. Qutunu bir qırağa qoyub keçirik həmin o mistik səsə. Ləzzət verirdi. Dizayn doğrudan da gözəldir. Yenə deyirəm, mən sevirəm bu klassik dizaynı. Sərt xətti göstərir və telefonu daha ciddi, daha aqressiv göstərir. Arxa paneli gördüyünüz kimi tünd göy rəngdədir. Yan tərəflərdə boz rəngdə, bu plastikdir yoxsa metaldır? Metala oxşuyur, metal bir çərçivəyə oxşuyur bu. Sağ tərəfdə telefonu aktiv və deaktiv etmə, yəni söndürüb yandırma düyməsi. Bir də səs azaldıb çoxaltma düyməsi var. Aşağı tərəfdə isə həm SIM yuvası, həm Type-C portu, həm də ki burada əlavə bir dinamiklər var. Daha doğrusu yuxarıdakılar mikrofondular. Sol tərəfə ümumiyyətlə heç nə qoyublar. Boş saxlayıblar və bu xətlər də düşünürəm ki antenalardır, antena üçün yerləşdiriblər. Gəlin telefonu aktiv edək. Daha doğrusu yandıraq birinci. Dizayn doğrudan da maraqlıdır, hə? İrşada sağ olsunlar deyirəm ki, çəkilişə öz gadgetləri ilə dəstək göstərirlər. Mən isə keçirəm icmala. Amma sizə deyim açığı, Samsung da bəzi şeyləri elə Apple-a baxıb götürür. Məsələn, başlıq. Qutunun içində başlığı yoxdur. Məncə bu Apple-dan sonra baş verdi, hə? Hər kəsin telefonda ilk baxdığı məncə kameradır. Elə ona görə fikirləşirəm ki, birinci kameradan başlayaq. Əsas kamera 50 megapikseldir. 24 mm-lik geniş bucaq lensi ilə 1.8 diafraqmada təchiz olunub. İkinci kamera isə telefoto kameradır. Nə əcəbsə 8 megapiksel ilə təchiz olunub. Açığı mən daha yuxarı segmentdəki kimi bir 10 megapiksel gözləyərdim. 75 mm-lik bir linza ilə təchiz olunan bu kamera 2.4 diafraqmadadır. Bu isə ultra geniş kameradır. 12 megapiksellik 13 mm-lik lens ilə təchiz olunub və 123 dərəcə çəkmə bucağına malikdir. Niyəsə bilmirəm, əsas kamera sensorunu dəyişməyiblər. S23 FE, 24 FE-də nə idisə, elə burada onu qoyublar. Hə, narahat eləyən məqamlardan biri də odur ki, ultra geniş kamerada avtofokus olmadığı üçün makro obyektlərin çəkilməsi mümkün olmur. Yəni siz bir şey yaxından çəkmək istəsəniz, bu mümkün olmur. Amma video məsələsində 8K 30 FPS-ə qədər çəkiliş eləyə bilir. Üstəlik 3x optik zoomu da var. Yəqin ki, siz ekranda artıq nümunələri gördünüz. Hə, təbii ki, Samsung olsun, süni intellekt dəstəyi olmasın, o da mövcuddur. Özdə mən sizə deyim ki, Samsungun süni intellekti iPhone-lara baxmış qat-qat daha
geniş həcmli işləyir. Keçək telefonun ekranına. 6,7 inçlik LTPO AMOLED ekrandır. LTPO olduğu üçün 1-120 Hz aralığında tələbə görə tənzimlənə bilir. Xatırladım ki, bir əvvəlki modeldə, yəni S24 FE-də ekran LTPO deyildi. Sadəcə 60-120 Hz aralığında tənzimlənə bilirdi. S25 FE-nin LTPO olması onu bir xal qabağa salır. Flaqmana daha yaxın eləyir. Ekran əladır, parlaqdır. Burada gördüyünüz kimi dolğun rənglidir. HDR10 Plus dəstəyi də mövcuddur. Buradan bu kamerada göstərim. Ekran rəng sıxlığı 325 ppi-dir. S24 FE-yə baxmış, çərçivə incəlib. Gövdəyə nisbəti 89,2% olub. S25, S25 Plus, S25 Ultra da ekranın maksimum parlaqlığı 2600 nit olduğu halda S25 FE-də maksimum nit dəyəri 1900 nitə qədərdir. Yenə də FE seriyası üçün yaxşı göstəricidir məncə. Amma ekran qoruyucusu üzlüyü biraz köhnədir. Corning Gorilla Glass Victus Plus ilə üzlənib ekran qoruyucusu. Prosesor. Bəs ürəyi nə ilə döyünür? S24 FE-dən fərqli olaraq S25 FE-də prosesoru təkmilləşdiriblər. Normalda nüvələr octa-core strukturunda qurulur. Yəni yarı-yarıya quruluşda olur. Məsələn, yarısı 8 nüvəli prosesorun 4 nüvəsi güclü əməliyyatlar yerinə yetirir, digər yarısı isə köməkçi işləri, mesajlar, zənglər falan filan. Deca-core strukturu isə 10 nüvədən ibarətdir. İkisi çox güclü, 4'ü güclü, digər 4'ü isə köməkçi işlər üçün ayrılır. Samsung S25 FE-nin də prosesoru 4 nanometrlik arxitekturada 10 nüvəli Deca-core strukturuna qurulmuş Exynos 2400 prosesorla təchiz olunur. Deca-core tapşırığın ağırlığına əsasən vəzifə bölgüsünü də daha dəqiq eləməyə imkan verir. Bu da S25 FE-ni daha güclü və flaqmana növbəti addım yaxınlaşdırır. Demirəm Snapdragon 8 Gen 3 qədər güclüdür, amma ondan təxmini 20-30% geri qalır. Qrafik prosesor da öz sözünü deyir. AMD RDNA 3 arxitekturasında hazırlanan X-Clips 940 qrafik prosesoru var və konsol səviyyəli qrafika vəd edir. Təsəvvür edirsiniz, Ray Tracing, yəni şüa izləmə məsələsində lidermiş. Hətta Snapdragon 8 Gen 3-dən belə daha yaxşı effekt verilmiş. Amma var bir amma. O da budur ki, ilk 10-15 dəqiqədə performansı yaxşıdır, amma qızandan sonra yavaşlamağa başlayır. Yəni gün ərzində 20-30 dəqiqə oyun oynuyorsunuzsa mükəmməldir. Lakin oyunçusunuzsa prosesor sizi narahat eləyə bilər. Ağır qrafikada oyunlarda 45-47 dərəcəyə qədər qızma görə bilərsiniz. Açığı sizə deyim ki, bu qızma o qədər də yüksək sayılmır. 45-47 normal qızmadır. Bəs batareya? Bütün bunlara dayıdarlıq eləyən batareya nə deyir? S25 FE-nin batareyasını S24 FE-dən fərqli olaraq 200 mAh artıraraq 4900 mAh eləyiblər. Və böyük fərqli edərək 45 Watt şarj etmə gücünə çatdırıblar. 30 dəqiqəyə 60% dolduğu deyilir. Naqilsiz enerjide 25 Watt sürətlə, əks enerjide isə 15 Watt sürətlə enerji yığa bilir. Hətta ekranın LTP olmağı burada da köməyə çatır. Batareyanın ömrü hertz söhbətinə görə 15-20% daha uzanır. Yəni lazımsız yerdə yüksək hertz istifadə edib batareyanı öldürmür. Amma telefonun qızmar vəziyyətdə şarja taxsaz təbii ki 45 Watt performansı görməyəcəksiniz. Batareyanı qorumaq üçün smartfon şarj gücünü aşağı endirəcək. Hətta deyərdim ki batareya tərəfdə S25-i əməlli geridə qoyur. Batareya məsələsində də özünü flagman kimi aparır. Belələ biz gördük ki S25 FE 3 faktorda özünü flagman kimi aparır. Bu da sizə 4-cü faktor. S25 FE Android 16 ilə qutudan çıxır və UI 8 ilə gəlir. Və Samsung deyir ki 7 əsas yeniləməni S25 FE üçün verəcəm. 16 var, 17, 18, 19, 20, 21, 22, 16-ın da saysaq 22-yə qədər siz Android yeniləməsi alacaqsınız. Yaddaş məsələsinə toxunsaq 3 yaddaş versiyasına təklif olunur. Məndə olan 128 GB yaddaşlı versiyasıdır. Əlavə olaraq 256 GB və 512 GB yaddaşlı versiyası var. Hər üçü də 8 GB RAM ilə təchiz olunur. Bu da UFS 4.0 texnologiyasından istifadə edir. Qoşulma məsələsində biraz geridə qalıblar. Çünki telefon S25 FE sentyabr 2025-i təqdim olmasına baxmayaraq Wi-Fi 6E və Bluetooth 5.4 ilə təchiz olunub. Yəqin ki bunu da FE olduğu üçün belə eləyir ki biraz qiymətini aşağı saxlaya bilsinlər. Smartfonun icmalından bu qədər. Ümid edirəm bəyəndiniz. Kanalıma abunə olmağa, bildiriş mesajlarını, yəni zəng ikonunu aktiv etməyi unutmayın.
Fikirlərinizi isə şərhlərdə mütləq gözləyirəm. Hələlik, salamat qalın.